Salam dəyərli izləyicilər, hər birini salamlayıram. Fizika vadisindən mən Sadiq Şamilov, fizika müəllimi. İstədim ki, fizikadan mövzu təkrarına baxaq, bir neçə mövzudan danışaq. Ancaq videonu çox uzun tutmaq istəmirəm, qısa, konkret. Yəni bir videoda bir neçə mövzu olsun, amma çox uzatmadan danışaq bəzi məsələlərdən. Məsələn, ümumiyyətlə biz enerjidən gəlin danışaq, bu düsturları bilərsiniz. Məsələn, kinetik enerjinin düsturunu yazsaq, mv kvadrat bölü 2 yaxud p kvadrat bölünsün 2m və ya pv bölü 2 yaza bilərik. Burada p impulsdur bilirsiniz. İmpulsun özünün düsturu nədir? mv. Təbii ki, impuls vektorial kəmiyyətdir. Enerji isə skalyar kəmiyyətdir. Enerjinin vahidi nədir? Jouldur. Bir joul nəyə bərabərdir əziz dostlar? Bir joulumuz nədir? Newton vurulsun metrdir. İndi isə siz burada rahatçılıq olsun deyə nə eləyə bilərsiniz? Məsələn, sürətin düsturları var. V bərabər AT. Məsələn, V bərabər çevrə üzrə hərəkətdə omega r. Daha sonra, məsəl üçün, V bərabər V0 çıx AT. Bunların hamısını gətirib enerjidə nəzərə ala bilərsiniz. Olacaq M, A kvadrat, T kvadrat, böl 2, yaxud Y kinetik bərabərdir. M vurulsun omega r yerinə yazsaq olacaq omega kvadratı r kvadrat böl 2. Yaxud YK bərabər M böl 2. V'nin yerinə V0 çıx AT yaza bilərsiniz. Yəni çox rahat. Bu enerjinin özüdür və skalyardır. Ümumiyyətlə enerji cisimlərin iş görmə qabiliyyətlərini analiz edir. Xarakterini göstərən kəmiyyətdir. İş görmə qabiliyyətini göstərir. Bir də var, enerjinin dəyişməsi delta YK. Bu nədir? Son qiymət çıxılsın başlanğıc qiymət. Yəni, M böl 2-ni çıxarsaz mötərizənin xaricində qalacaq. V kvadrat çıx V0 kvadrat. Siz impulsdan olan düsturu yaza bilərsiniz. Yəni, P kvadrat böl 2M düsturunu yazsaq, 1 bölünsün 2M çıxarsaz mötərizə xaricində olacaq. P kvadrat çıx P0 kvadratı. Yəni, bu düsturu yaza bilərsiniz. Və ya P2 çıx P1 kvadrat. Yəni, P2 kvadrat çıx P1 kvadrat. İndi isə bu kinetik enerjidir və kinetik enerji hərəkət hesabına qazanılan bir enerjidir. Gənclər, sürət sabit olduqda, yəni düz xətti bərabər sürətli hərəkətdə, yəni V konstant olduqda, kinetik enerji də sabit olur. Onda onun dəyişməsi nəyə bərabər olar? Sıfıra. Baxın, burada diqqət edilməli nüans nədir? Çevrə üzrə hərəkətdə sürətin modulu sabit qalır. Yəni, modul V sabit. Deməli, kinetik enerjinin də qiyməti sabit qalır. Ancaq, xatırlayın, impuls çevrə üzrə hərəkətdə dəyişəndə biz onun istiqamətinin dəyişməyinə baxırdıq. Məsələn, bizdən daha çox belə suallar soruşulurdu. T bərabər T bölü 2-də impulsun dəyişməsi delta P. Məsələn, nə olurdu? 2 dənə P-yə bərabər olurdu. Amma enerji skalyar kəmiyyətdir deyə çevrə üzrə hərəkətdə enerjinin dəyişməsi hər zaman nə olacaqdır? Sıfır olacaqdır. Baxın, buna diqqət edin. İmpuls vektorialdır. Onun dəyişməsi dedikdə istiqamətinə baxılacaqdır. Sualda soruşsa ki, impulsun modulunun, yəni impulsun qiymətinin dəyişməsi nədir? O da sıfırdır. Ümumiyyətlə, çevrə üzrə hərəkətdə sürətin qiyməti sabit qalır. İstiqamət dəyişir. İmpulsa vektorial daxı. Sürətin istiqamət dəyişəndə birbaşa impulsun da istiqaməti dəyişmiş olur. İndi isə gəlin mexaniki işə nəzər salaq. Baxın, görülən mexaniki iş A bərabərdir. F, S vurulsun kosinüs alfa. Təbii ki, alfa 0 olsa iş maksimal qiymət alırdı, Fs olurdu. 90 dərəcə olsa 0 olurdu. 180 dərəcə olsa görülən iş nə olurdu? Mənfi olurdu. Xatırlayırsınızsa, biz hər zaman bunu demişik. Belə bir müstəvi götürsək, baxın, buradakı gəlin qüvvələrdən danışaq. Tutalım, cisim sağa doğru gedir. Onda ona təsir edən mg ağırlıq qüvvəsi haradır? Cismin mərkəzindən yerin mərkəzinə. Və fərz eləyək ki, bu cisim yerini sağa doğru dəyişir. Bəli. Və buna təsir edən digər qüvvə nədir? Reaksiya qüvvəsi. Gəlin onu göstərək.
Fikir verirsinizsə, burada bu mj ağırlıq qüvvəsi və n reaksiya qüvvəsi yer dəyişməyə perpendikulyardır. Deməli, üfüqi müstəvidə mj ağırlıq qüvvəsinin işi 0, reaksiya qüvvəsinin işi nə oldu? 0 oldu. Baxın, buna diqqət edin. Amma, indi gəlin baxaq mail müstəviyə. Baxın, gəlin bunu göstərməyə çalışaq. Belə bir mail müstəvi çəkək. Buraya bir cisim yerləşdirək. Və iddia eləyək ki, bu cisim yuxarı doğru qaldırılır bir dartı qüvvəsinin köməyi ilə. Hətta istəyirsinizsə onu da baxın belə göstərə bilərik. Baxın, F dartı ilə dartırsam bu cisim yuxarı çıxır. Bu cisimə təsir göstərən qüvvə mj, cismin mərkəzindən yerin mərkəzinə. Bu istiqamətdə hansı qüvvə olurdu? F paralel. Bu istiqamətdə nə olurdu? F perpendikulyar. İndi cisim yuxarı doğru dartılırsa, bu cisim yerini hara doğru dəyişəcək? Yuxarı doğru dəyişər. Baxın, sadəlik naminə S-i belə göstərək. Baxın, indi gəlin baxaq bucaqlara. Təbii ki, reaksiya qüvvəsi də bu istiqamətdədir. Baxın, belə N. Şəklə diqqət eləsəniz, baxın, yaxınlaşdırdım. N reaksiya qüvvəsi yenə yer dəyişməyə perpendikulyardırmı? Bəli. Biz bilirik ki, alfa 90 dərəcə olanda iş 0 olur. Çünki kosinüs 90 0'dır. İndi mail müstəvidə diqqətlə baxın. N reaksiya qüvvəsi S-ə perpendikulyardırmı? Bəli. Deməli, reaksiya qüvvəsinin işi nə oldu? 0. Aha. İndi gəlin baxaq. F perpendikulyar qüvvəsinin gördüyü işə. O da S-ə perpendikulyardır. Deməli, perpendikulyar qüvvənin də gördüyü iş 0'a bərabər oldu. Aha. İndi gəlin baxaq buna. F paralel qüvvəsinin bucağı nədir? Baxın, açıq bucaqdır. Və 180 dərəcə olanda alfa bərabər 180 dərəcə olanda kosinüs 180 mənfi 1 olur deyə. Görülən iş nə olurdu? Mənfi F vur S. Əla. İndi bax F paralel qüvvəsinə. F paralel qüvvəsi açıq bucaq, yəni 180 dərəcə əmələ gətiribmi? Bəli. Onda paralel qüvvənin gördüyü işi nədir? Mənfi F paralel vurulsun S-ə bərabərdir. Əla. İndi gəlin mj ağırlıq qüvvəsinin bucağına baxaq. Baxın, mj ilə S arasındakı bucağa baxın. Kör bucaqdırmı? Bəli. Kör bucaq olanda iş nə olurdu? Mənfi. Deməli, mail müstəvidə cisim yuxarı doğru qaldırılırsa, ağırlıq qüvvəsinin gördüyü iş nə oldu? Mənfi oldu. Baxın, buna diqqət edin. Gördünüzmü? Hər şey istiqamətə bağlıdır. Bura aydındır inşallah ki. İstəsəz təkrar buraya baxa bilərsiniz. Amma indi gəlin burada bir dənə də mail müstəvi götürək. Ərinməyək. Bir dənə də mail müstəvi götürək. Buraya M kütləli cisimi yerləşdirək. Baxın beləcənə. Və bu dəfə iddia eləyək ki, cisim aşağı doğru sürüşür. Yəni, cismin yer dəyişməsi S aşağıdır. İndi gəlin göstərək qüvvələri. Cismin mərkəzindən yerin mərkəzinə mj var. Bəli. Bu istiqamətdə F perpendikulyar var. Bəli. Bu istiqamətdə N reaksiya var. Bəli. Və təbii ki, bir də nə var? F paralel qüvvəsi var. Baxın, bunu da göstərdik. İndi baxaq qüvvələrə, bucaqlara. Baxın, N reaksiya qüvvəsi S-ə yenə 90 dərəcədirmi? Bəli. Hətta F perpendikulyara bax, bu da 90 dərəcədirmi? Bəli. Deməli, reaksiya qüvvəsinin işi yenə nə oldu? 0, 90 dərəcəyə görə. Perpendikulyar qüvvənin gördüyü iş nə oldu? O da 90 dərəcədə deyə 0 oldu. İndi baxın bura, gənclər. mj ağırlıq qüvvəsinin S-lə bucağı budurmu? Bəli. İti bucaqdırmı? Bəli. İti bucaq olanda kosinüs müsbət olur deyə ağırlıq qüvvəsinin gördüyü iş nə oldu? Müsbət. F paralelə baxaq. F paralel S-lə eyni istiqamətdədirmi? Hətta aradakı bucaq 0'dır. Onda paralel qüvvənin gördüyü iş nə olacaq? Müsbət F paralel vurulsun S olacaqdır. Diqqət elədinizsə. Baxın, iki şəkil arasındakı fərqə. Hər şeyi istiqamət təyin etdi. Lütfən bunlara diqqət edin. Və aydın məsələdir ki,
Kinetik enerji haqqında teoremi mütləq bilsəniz, sizə çox xeyir olacaqdır. A bərabər delta Y kinetik, yəni YK çıxılsın YK0, yəni sabit əvəzləyici qüvvənin gördüyü iş eyni işarə ilə kinetik enerjinin dəyişməsinə bərabərdir. Hətta A bərabərdir. Məsələn, kinetik enerjinin mv kvadrat bölü 2 düsturunu götürsək, m bölü 2 v kvadrat çıx v0 kvadrat yaza bilərsiniz bura. Əvəzləyici qüvvə kinetik enerjinin müsbətinin dəyişməsinə bərabərdir. Potensial enerji haqqında teorem deyir ki, sabit əvəzləyici qüvvənin gördüyü iş əks işarə ilə potensialın dəyişməsinə bərabərdir. Yəni kinetikin müsbət dəyişməsinə bərabərdir, potensialın isə mənfisinin dəyişməsinə bərabərdir. Vəssalam. Hətta baxın, görün nəyə göstərmək olar burada. İşin düsturunu götürsək, A bərabər Fs. F'in yerinə MA yazsaq, S'in də yerinə AT kvadrat bölü 2 yazıb bir-birinə vursaq, A bərabər olacaq M A kvadrat T kvadrat bölü 2. Gördünüz mü? İndi baxın enerjinin düsturuna burada. Görürsünüz, enerjinin də hətta bayaqları biz belə bir düsturun yazmışdıq. Deməli, həqiqətən enerji cisimlərin iş görməyə qabiliyyəti imiş və düsturlar bir-birinə qəşəng şəkildə bərabər çıxır. Mütləq baxın bunlara, diqqət eləyin, bunlar çox qarışdırılır. Ümumiyyətlə, qüvvələrin gördüyü iş deyəndə yer dəyişməklə əmələ gətirdiyi bucağa baxmalısınız. Məsələn, adicə, Arximed qüvvəsinin gördüyü işi səndən soruşsa, neyniyəcəksən? Arximed qüvvəsini tapacaqsan, vuracaqsan S-ə. Təbii ki, o suallarda S olmur, H deyirlər ona. Çünki cisim mayda yuxarı və aşağı gedir. Ona görə, məsələn, Arximedin Rho, maye, J, V batan düsturunu yazıb, bunun S-in yerinə H yaza bilərsiniz. Yəni, vurulsun H olacaqdır. Məsələn, gənclər, gəlin belə bir şəklə baxaq burada. Çox uzatmayacağım söhbəti. Məsələn, tavandan bir ip asılsın, buradan bir cisim bağlayaq, M kütləli cisim. Gəlinmə qüvvəsi hansı istiqamətdə olacaqdır? Baxın, yuxarı cisimdən çıxan istiqamətdə. Bu sistem yuxarı doğru qaldırılarsa, yəni yer dəyişmə H yuxarı olarsa, onda fikir ver, gəlinmə qüvvəsi yuxarı, H da yuxarı. Onda gəlinmə qüvvəsinin işi nə olacaqdır? Müsbət. Yox, bu sistem aşağı doğru endirilsə, H istiqaməti aşağı olsa, onda gəlinmə qüvvəsinin işi nə olacaqdır? Mənfi. Fikir ver, gəlinmə yuxarı, H aşağı, istiqamət aşağı. Lütfən bunlara diqqət eləyin. Belə bir neçə mövzunun təkrarını inşallah növbəti videolarda yenə sizinlə bölüşəcəm. İnanıram ki, mütləq ki, xeyir olacaqdır. İncəliklərə lütfən diqqət eləyin. Hələlik.